Əziz abituriyentlər, videoma xoş gəlmisiniz. Bugündən etibarən sizlə YouTube platformasında coğrafiya fənnindən həm dərs, həm də test izahları paylaşacağam. Düşünürəm ki, coğrafiya oxumağa başlayan hamının ilk öyrənməli olduğu mövzulardan biri məhz bu mövzudur. Deməli, üfüqün həm əsas cəhətləri, həm də aralıq cəhətləri var. Biz bütün əsas və aralıq cəhətlərin işarələrini və dərəcələrini bilməliyik. Gəlin bunu belə çəkək. Oxlarla da bir-bir hamısını göstəririm. Ümumiyyətlə, biz bilirik ki, yer kürə formasındadır və kürənin dərəcəsi də 360-dır. Bizim 4 dənə əsas cəhətimiz var. 360-ı 4-ə bölsək, 90 alarıq və buradan da bu nəticəyə gələrik ki, bütün azimutlarımız 90 dərəcə əlavə olmaqla artmağa davam edir. Məsələn, gəlin elə ilk azimutumuzdan, şimal azimutundan, şimal cəhətindən başlayaq. Şimalın dərəcəsi 0-dır. 0-dan başlayırıq. Daha sonra, baxın elə burada da düzbucaq olduğu görünür. Üstünə 90 əlavə eləsək, şərq, yəni 90 dərəcəni almış olarıq. Yenə üstünə 90 əlavə eləsək, cənub, yəni 180 dərəcəni almış olarıq. Burada isə qərb 270 dərəcə və nəhayət kürəni tamamlamaq üçün şimal həm də 360 dərəcədir. Bunlar bizim əsas cəhətlərimizdir, görürsünüz ki. Əsas cəhətləri gəlin işarələrini də göstərək. Hər birinin oxla işarəsini bilməliyik. Şimal, şərq, cənub və qərb. Hər birinin işarəsini bildik. Və həm də bildik ki, bunlar bizim əsas cəhətlərimizdir. Daha sonra aralıq cəhətlərimizə keçək. Aralıq cəhətlər, məsələn, gəlin birini çəkək. Adından da göründüyü kimi 2 dənə əsas azimutun arasında yerləşir. Və həmin 2 dənə arasında yerləşdiyi azimutların adından yaranmış olur. Şimal, şərq adlanır. Bunun dərəcəsini əslində belə də izah eləyə bilərik. Görürsünüz ki, düzbucağın ortasından tam tən bölən kimi çıxdı. Yəni 90 dərəcənin tam yarısına bərabərdir, 45 dərəcəyə bərabərdir. Bunu belə də deyə bilərik ki, aralıq cəhət özündən əvvəl gələn əsas cəhətin üstünə 45 gəlməklə və yaxud özündən sonra gələn əsas cəhətdən 45 çıxmaqla da tapıla bilər. 0-ın üstünə 45 gəlib və yaxud 90-dan 45 çıxsaq, rahatlıqla şimal-şərqin dərəcəsini almış olarıq. Digər aralıq cəhətimizi də göstərək. Baxın, ikisinin adından yarandı. Cənub, şərq aralıq cəhəti adlandı. Bunun da dərəcəsi 135-dir. Tutaq ki, siz test işləyirsiniz. Aralıq cəhətlərin azimutunu unutmusunuz. Götürüb bu sxemi test çəkəcəksiniz. Bunun da 90 olduğunu bilirsiniz. 90-ın üstünə 45 gəlib rahatlıqla buranı tapa bilərsiniz. Eynisi bütün aralıq azimutlar üçün keçərlidir. Baxın, ikisinin adını götürüb cənub-qərb oldu və dərəcəsi də 225-ə bərabərdir. Həmçinin bu aralıq azimutumu da çəkim. Bunun da adı oldu şimal-qərb və dərəcəsi də 315 dərəcəyə bərabərdir. Bunları da yazaq burada. Deməli, şimal, şərq, cənub-şərq, cənub-qərb, şimal-qərb. İşarələrini də bir-bir çəkirik. Şimal-şərqin işarəsi belədir. Cənub-şərq belə, cənub-qərb belə, şimal-qərb belə. Bunlar da adlanır aralıq cəhətlərimiz. Aralıq cəhətlərimizi də bildik. Bu sxemi çalışın ki, rahatlıqla çəkməyi biləsiniz. Çünki azimutla bağlı suallar qabağınıza çıxanda o sualları rahat eləmək üçün bu yoldan istifadə eləyə bilərsiniz. Bu sxemdən rahatlıqla istifadə eləyə bilərsiniz. Daha sonra sizin qabağınıza belə bir sual da çıxa bilər. Sizə hər hansısa bir x azimutunu verib və deyir ki, sualda bu x azimutunun əks azimutunu tap. Necə tapacaqsınız? Sizə verilən x əgər ki 180-dən kiçikdirsə, o zaman x ilə 180-i toplayıb, həmin bu x-in əks azimutunu tapmış olarsınız. Bunlardan əlavə bizim yer kürəsində olan yarımkürələrimizi də tanımağımız lazımdır. Gəlin yarımkürələr haqqında da danışaq. İlk növbədə bunu qlobus kimi təsvir eləyək. 2 dənə qlobus təsvir elədim, təsəvvür eləyək. Bu qlobuslarda birincisində ekvator xətti dünyanı 2 dənə yarımkürəyə ayırır. Şimal yarımkürəsi və cənub yarımkürəsi. Digərində isə, yəni ikinci qlobusda, Qrinviç xətti, yəni başlanğıc meridianı dünyanı yenə 2 yarımkürəyə ayırır. Şərq yarımkürəsi
və qərb yarımkürəsi. Və biz bunları bilməklə bizə verilən hər hansısa bir məntəqənin, bu materik olsun, qitə olsun, ölkə olsun, hər hansısa bir coğrafi obyekt olsun, hansı yarımkürədə yerləşdiyini rahatlıqla tapa bilərik. Sadəcə baxacağıq ki, onu ekvator kəsirmir. Əgər kəsirsə, həm şimal, həm cənub yarımkürəsinə düşür. Yox, əgər ekvatordan yuxarıda qalıbsa, onda şimal yarımkürəsinə, aşağıda qalıbsa cənub yarımkürəsinə düşür. Eynisi bu birində də keçərlidir. Qrinviç onu kəsirsə, həm şərqə düşür, həm qərbə düşür. Yox, Qrinviçdən sağda qalıbsa şərq yarımkürəsinə düşür, solda qalıbsa qərb yarımkürəsinə düşür.